Ukraynada kadr islahatları Müdafiə naziri Mikhail Fedorovdan da yan keçmədi. Onun istefası Avropada da şok effekti yaradıb. Müdafiə komissarı Andrius Kubilius bildirib ki, Kiyevdə bu posta kimin cavabdeh olacağı və ittifaqda belə bir şəxsin niyə dəyişdirildiyi ilə bağlı suallar yaranacaq. Cəmi 6 ay bu vəzifədə olan Fedorov, Ukrayna ordusunda texnoloji yenilənmənin əsas memarlarından biri hesab edilirdi. O, özəl sektorun sürətli qərar vermə mədəniyyətini orduya gətirən islahatçı kimi qiymətləndirilirdi. Lakin korrupsiyanı azaltmaq, dövlət satın almalarını yenidən qurmaq və Ukraynanın dron proqramını inkişaf etdirmək istiqamətində atdığı addımlar Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin yanaşması ilə toqquşurdu. Fedorovun digər yüksək rütbəli generallarla da fikir ayrılığı yaşadığı bildirilir. Hətta Prezident Volodimir Zelenskinin onunla Sırski arasında seçim etmək məcburiyyətində qaldığı iddia olunurdu. The Economist qəzetinin məlumatına görə, sabiq nazir Sırskinin istefasını tələb edib. Nəticədə isə özü postunu tərk etməli olub. Hətta Kiyevdə Fedorovun tərəfdarları etiraz aksiyası keçiriblər. Mikhail Fedorovun istefası ilə bağlı baş verənlər məni çox hiddətləndirdi. Bu, döyüş meydanında real nəticələr göstərən bir insandır. Həmin nəticələri görürük. Döyüş ruhunun və qələbəyə inamın artdığını hiss edirik. Sonra isə cəmi 6 ay keçəndən sonra onu vəzifədən uzaqlaşdırırlar. Doğrudanmı? Fedorov SpaceX şirkətini Rusiya ordusunun istifadə etdiyi Starlink terminallarını söndürməyə razı sala bilmişdi. O, cəbhə xəttindən 100 kilometrədək arxada yerləşən hədəflərə dronlarla zərbələr endirən orta mənzilli hücum kampaniyasının həyata keçirilməsində mühüm rol oynadı. Bu əməliyyatlar Rusiyanın logistikasını pozaraq ordunun ərazi irəliləyişini ləngitdi. Əvvəllər rəqəmsal transformasiya naziri olan Fedorov texnologiya sahəsindəki təcrübəsindən istifadə edərək Rusiya hücumlarından sonra əməliyyatların təhlil sistemini tətbiq etdi. Lakin hərbi səfərbərlik islahatında uğursuz olması oyunun qaydalarını dəyişdi. Bu islahat ön cəbhədə xidmət edən hərbçilərin maaşlarının artırılmasını, daha çox xarici könüllünün xidmət etməsini və hərbi xidmətdən yayınanların yenidən xidmətə qayıtmasını asanlaşdırmağı nəzərdə tuturdu. Bu, həm də Fedorovla Sırski və digər yüksək rütbəli generallar arasında qarşıdurmaya səbəb oldu. Birləşmiş Ştatlar senatoru Lindsey Graham'in ölümü də Kiyev üçün ciddi itki sayılır. Çünki Graham prezident Donald Trump'ın ətrafında Ukraynanın maraqlarını müdafiə edən şəxs idi. O, Konqresdə Rusiyanın hərbi yardım əldə etdiyi dolayı kanallara və Moskvanın kölgə donanmasına qarşı sərt tədbirlər görülməsi istiqamətində əsas təşəbbüskarlardan sayılırdı. Onun son addımlarından biri Zelenski ilə görüşərək Rusiyadan neft alan ölkələrə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi barədə məlumat verməsi olmuşdu. Vaşinqtonda Ukraynanın bəzi tərəfdarları narahatdırlar ki, Trumpla Zelenski arasında bəzən yaranan gərgin münasibətləri idarə edə biləcək artıq heç kim qalmaya bilər. Çünki Kiyevi dəstəkləyən bəzi respublikaçı senatorlar yenidən seçilmək niyyətində deyirlər. Hətta ölümündən əvvəl Ukraynaya səfərdən yenicə qayıtmışdı. O, əsas xarici siyasət məsələlərində, xüsusilə də Birləşmiş Ştatların Avrasiyadakı maraqları ilə bağlı mövzularda həm prinsipial, həm də dövlət adamına yaraşan mövqe nümayiş etdirirdi. Graham anlayırdı ki, Rusiya Birləşmiş Ştatların maraqları üçün böyük təhlükədir və Rusiyanın bu təcavüzkar müharibədə qalib gəlməsinə imkan vermək çox ciddi səhv olardı. Trumpın ətrafında Birləşmiş Ştatlar üçün təcavüzkar Kremlin yaratdığı təhlükəni lazımınca qiymətləndirməyən, bu məsələdə kifayət qədər sadəlöv yanaşan başqa təsir dairələri də var idi. Politico yazır ki, Graham'in ölümünün Birləşmiş Ştatlar Ukrayna siyasətinə təsiri hazırda hər bir Avropa liderinin əsas düşündüyü məsələdir. Kiyevdə isə kadr islahatlarının nəticəsi döyüş meydanında bəlli olacaq. Zelenski Fedorovun namizədliyini yenidən müdafiə naziri postuna təqdim etməyəcək. O, uzun illərdir Zelenskinin yaxın müttəfiqidir və 2019-cu il prezident seçki kampaniyasında mühüm rol oynamışdı.